Salam. Biyologiya test toplusundan toxum, meyvə və toxumların yayılması, bu da generativ orqanlar bölməsidir. Onun ikincisidir. Generativ orqanlarda birinci mövzu çiçək haqqında idi, ikinci mövzu isə budur. Başlayaq. Meyvə əmələ gətirən şəklini dəyişmiş zoğ necə adlanır? Meyvə əmələ gətirir və şəklini dəyişmiş zoğdur çiçək. Qutucuq meyvəyə malik bitkilər soruşur. Burada baxaq nə var? Xaşxaş, lobya, gavalı, ərik. Lobyanı məsələn birincidən bilirik ki, qutucuq meyvəsi yoxdur. İkincidə kələmi bilirik, buynuz meyvəsi var onda. Məsələn, adı da lobyada paxla meyvəli idi. Sonra şaftalı çəyirdək meyvədir. Akasiya, lobya. Akasiyanı bilirik ki, bu da buynuz meyvəlidir. Buynuz yox, paxla meyvəlidir, paxla. Akasiya paxla meyvəlidir. Nəsə bu da aid deyil axırı ki. Sonra pambıq, bənövşə, xaşxaş, tütün. Bunlar isə qutucuq meyvəlidirlər hamısı. Topinamburun yer armudu meyvəsi hansıdır? Topinamburun bizim yediğimiz hissəsi, yəni ehtiyat qida maddə toplanan hissəsi, gövdə yumrusu olsa da o meyvəsi deyil. Meyvəsi isə topinamburda, yəni bu gövdə yumrusu və kök yumrusunun birinci hissələri onlar olmayacaq. Topinambur ümumiyyətlə aiddir günəbaxan cinsinə, yəni ki, mürəkkəb çiçəklərə aiddir bu da. Və günəbaxanı da bilirik ki, nədir? Günəbaxan toxumca meyvədir. Topinamburun da meyvəsi toxumca meyvədir. Yəni bioloji baxımdan meyvəsi toxumca meyvədir. Yeyilən hissəsi odur ki, kartof kimidir. Üçrəng bənövşənin meyvəsidir. Bənövşə ümumiyyətlə qutucuq meyvəyə aiddir. Ona görə C. Sonra tütünün meyvəsidir. Gilə meyvə, buynuz meyvə, tütün, bənövşə, lalə, pambıq, batbat, xaşxaş, petunia və soğan da. Soğan məsələn qarışdırılır daha çox. Soğan da qutucuq meyvələrə aiddir. Toxumları zülal maddəsi ilə daha zəngindir. Zülal maddəsi ilə zəngindir bilirik hansılar? Hətta ət yeməyən insanlar da ət əvəzinə bunları yeyirlər ki, paxlalılara aid olanlar noxud, lobya, soya, mərci, yəni D variantı. İndi məsələn Y variantında nə yazılır? Fındıq, qarğıdalı, çəltik, çovdar. Bunlar da bilirik ki, aid deyil. Ümumiyyətlə zülal baxımından zəngindir deyəndə ət əvəzinə yeyilən qidaları o dəqiqə ağlımıza gəlir. Onlar da paxlalılara aiddir. Meyvəyanlığı toxum qabığı ilə bitişmiş olan meyvələrə aiddir. Meyvə yanlığı toxumla bitişmişdir dən meyvəlilərdə və dən meyvəlilərdə hansılardır? Taxıllar. 8-dən meyvə yanlığının daxili qatı dəricik formasında olan və toxum qabığı ilə bitişməyən meyvələrə aiddir. Bu da ki, meyvə yanlığının daxili qatı dəricik formasındadır və toxum qabığı ilə birləşmirsə, bu ağlımıza o dəqiqə tum gəlir, günəbaxan. Günəbaxan kimlərdə aiddir? Mürəkkəb çiçəklərə. Günəbaxan, astra, georgi və s. aid idi belə bitkilərə. Meyvə yanlığı nədən inkişaf edir? Meyvə yanlığı yumurtalığın divarından inkişaf edir. Yumurtacığın divarından məsələn toxum qabığı inkişaf edir. Ruşeym kisəsindən. Bu əslində ruşeym kisəsi daha əvvəlki halıdır, amma ki ruşeym kisəsi yenə meyvənin toxumun daxilində bir yerdə olacaq, onun inkişaf etmiş forması. Çünki ruşeym kisəsi yumurtacığın da daxilindədir. Yəni onu demirik ki, nə əmələ gəlir bundan. Sonra mərkəzi hüceyrədən endosperm əmələ gəlir və yumurtacığın örtük hissəsindən toxum qabığı. Yəni yumurtacığın divarı, yumurtacığın örtük hissəsi fərqi yoxdur da eyni şeydir. Toxum qabığı inkişaf edir. Yalnız çəyirdək meyvəli bitkilər. Pomidor gilə meyvəli gördük, çıxdıq.
Gavalı ərik, üzüm. Yenə gilə meyvədir, onda çıxdıq. Burada da üzüm var, qaldı albalı, şaftalı, gavalı, ərik. Hər birini görürük ki, odunlaşmış şəkildə toxumun ətrafında çəyirdəyi olur. 11. Toxumca meyvəli bitkilər. Toxumca meyvə nədir? Toxumca meyvə günə baxanda məsələn var idi. Dəriciklə üzəri örtülür və yəni meyvə yanlığı dəricik formasında olur və birləşmir. Nə ilə birləşmir? Toxumla yəni birləşmir. Baxaq indi burada hansılara aiddir? Məsələn, moruğu görürəm aid deyil. B variantına baxaq. Burada fındıq görürəm, bu da aiddir. Fındıq meyvələrə aid deyil. Günə baxan aiddir, astra aiddir. Burada da moruq aid deyil. Sonra günə baxan astra, georgin, bəli, bunlar aiddir. Y variantında da moruq yenə aid deyil. Bir sıra bitkilərin meyvələrindən müxtəlif mürəbbələr hazırlanmışdı. Hansı mürəbbə çox çəyirdəkli meyvədən hazırlanmışdı? Çox çəyirdəkli meyvə deyirsəm, burada baxaq nə var? Qarağat, ərik, albalı, böyürtkən, üzüm. Böyütdüm sualı. Məsələn, bu sualda ağla gələn birinci nədir? Birinci ağla gəlir ki, hansı ki üzüm, qarağat da ora aiddir gilə meyvələrə. Amma suala diqqətlə baxsaq, görək ki, yazılıb çox çəyirdəkli meyvə, yəni çox toxumlu demir. Hə, onlar çox toxumludur, düzdür, amma çox çəyirdəkli deyil. Çox çəyirdəkli deyəndə mürəkkəb, çəyirdək meyvələr bura aiddir ki, onlar da hansılar idi? Moruq, böyürtkən. Moruq və böyürtkən, ona görə də Y variantı. Hansı bitkinin meyvələri çox toxumludur? Hə, indi çox toxumlunu soruşur. Sadəcə gilə meyvə götürə bilərik. Burada da hansı var? Burada gilə meyvə yoxdur. Onda məsələn, paxla meyvəni, buynuz meyvəni, qutucuq meyvə, bunlar da çox toxumludur da götürə bilərik. Sonra alma meyvə, qabaq meyvə, narınc meyvə, buynuz meyvə, onlar dedik. Hə, bunları götürə bilərik. Baxaq indi. Burada kələm buynuz meyvəlidir. Məsələn, qarğıdalı nədir? Qarğıdalı dən meyvədir. O da bir toxumlulara aiddir. Sonra arpa yenə bir toxumlulara aiddir, dən meyvədir. Meşə gilası bir toxumluya aiddir, çəyirdək meyvədir. Və fındıqdakı fındıq meyvəyə aiddir, o da bir toxumludur. Ləpə rüşeymin kökçüyüdür. Toxumun rüşeymenin bir hissəsidir. Toxum qabığıdır. Toxum qabığı məsələn dəqiq bildik deyil, endospermin bir hissəsi deyil. Endosperm rüşeymdən ayrıdır, ləpələrdən də ayrıdır. Zol başlanğıcı da deyil. Zol başlanğıcı nə idi? Tumurcuq idi. Rüşeym kökçüyü rüşeymin içərisində bir hissədir, amma ləpədən ayrıdır. Yəni sadəcə toxumun rüşeyminin bir hissəsi. 15. Bitkilərdən hansını meyvə yanlığını almaq üçün yetişdirirlər? Burada baxaq, meyvə yanlığı yeyilən bir şey olmalıdır. Yəni ki, üzüm. Məsələn, buğdanı da yeyirik, amma buğdanı niyə götürmürəm? Çünki axı buğdada aiddir buğda dən meyvəyə. Dən meyvədə də meyvə yanlığı toxumla bitişikdir, bir-birinə ayrılmır. Yəni ki, yediyimiz hissə daha çox toxumdur əslində. Toxumlarını özləri ətrafa səpələyir. Toxumlarını özləri ətrafa səpələyənlər hansılardır? Bir partlayaraq, bir də açılaraq yayılanlar. Məsələn, it xiyarı partlayaraq yayılırdı. Sonra akasiya paxla meyvələrə aiddir. O da açılaraq yayılır. Noxud da hansı ki paxla meyvəyə aiddir. Paxlanın özü də bunlar özü ətrafa səpələyir. Sonra baxaq digər variantlarda nə var? Məsələn, qobaq küləklə yayılandı. Bunu buradan çıxarıq. Burada nə var? At pıtrağı heyvanlara yapışıb yayılandı qarmaqları ilə. Burada da moruq heyvanlar vasitəsilə yayılır. Heyvanlar yeyir, onun əcisi ilə yayır. Bu hissədə zəncir otu, məsələn, bir-iki uçağanla yayılandı. Onu da ona görə çıxa bilərik.
Cücərmə qabiliyyəti olan toxumların cücərməsi üçün hansı şərait olmalıdır? Cücərmə üçün ümumiyyətlə cücərmə olmasa belə hava həmişə lazımlıdır. Sonra işıq məsələn lazım deyil. İşıq olan variantları çıxa bilərik. Burada işıq görürəm. Sonra harda var işıq? A-da var. C-də də var. İşıqlar çıxdıq. Deməli, torpaq, su müəyyən temperatur, su, hava müəyyən temperatur. Məsələn, Y variantında havanı yazmayıb deyə, hava önəmlidir. Ona görə də D olmalıdır. Çünki toxumlar sükut halında belə, yəni səssizlik halında belə, cücərmədikdə belə, saxlanıldıqda belə havalı şəraitdə saxlanılmalıdır. Çünki o həmişə tənəffüs edir. Sadəcə cücərən zaman intensiv şəkildə tənəffüs edir. Sükut halında, səssizlik halında isə yavaş-yavaş tənəffüs edir. 18-də buynuz meyvəli bitkiləri müəyyən edin. Baxaq, kələm aiddir həm. Qırmızı turp yazıb sonra. Buynuz meyvələri kələm, turp, vəzərək, şalxam bu kimi bitkilərə aid idi. Yəni turpları da götürə bilərik, elə A variantı olar. Digər variantlara baxaq. B variantında pambıq var. Pambıq qutucuq meyvəyə aiddir. C-də də pambıq var. Elə lalə, tütün hamısı qutucuq meyvəlidir C-də. Lobya paxla meyvədir, noxud da paxla meyvədir, akasiya da. Günəbaxan toxumcu meyvədir. Qırmızı turpaq turp isə buynuz meyvə idi. Sonra qutucuq meyvəsi olan bitkiləri müəyyən edin. Pomidor gilə meyvəlidir, getdi. Lalə bəli düzdür, petunia düzdür, bat-bat düzdür, tütün düzdür. İnci çiçəyi isə aid deyildi buna. İnci çiçəyi gilə meyvələrə aid idi də, inci çiçəyi gilə meyvə idi. İnci çiçəyi gilə meyvə yazmayın yanına. Yadından çıxanlar üçün. Deməli, inci çiçəyi də aid deyil. Oldu 2, 3, 4, 5. 2, 3, 4, 5. Baxa, hansı variantdır? 2, 3, 4, 5, Y variantı. 20. Paxlanın meyvəyanlığı necə adlanır? Paxla meyvədir. Paxlada. Və onda taycıq adlanır meyvəyanlığı. Dedik ki, toxumlar da taycığın üzərində yerləşir. Qələm getməmişim, Bitkilərdən hansı torpağa meyvə şəklində əkilir? Meyvə şəklində əkilirsə, baxaq, kartof, buğda, xaşxaş, kələm, noxud. Deməli, elə bir bitki olmalıdır ki, meyvə yanlığından ayıra bilməyək onu. Məsələn, burada da buğdanı meyvə yanlığından ayıra bilmərik deyə buğdanı seçərik. 22-ci sualda toxumların ölçüsü ilə onların əkilmə dərinliyi arasında asılılığı əks etdirən qrafiki seçin. Dərslikdə də yazılmışdı ki, toxumun ölçüsü nə qədər böyüksə, o qədər dərinə əkilir. Və yəni ki, ölçüsü böyükdürsə, dərinə əkilir. Burada da deməli ki, düz mütənasib asılı olacaq ölçü ilə dərinliyi arasında. Düz mütənasib asılılıq isə B variantındadır. 23-də paxlanın meyvə yanlığı, 23 onu soruşmur. Lobyanın meyvələrini tam yetişməmiş yığırlar. Çünki onlar yetişmiş halda həşəratlar tərəfindən tez yeyilir. Yetişmiş halda vitaminlərini itirir. Yetişmiş halda onlar... Bu arada dərslikdə də olan bir sual idi ki, dərslikdə sual hissəsində yazılmışdı ki, nəyə görə lobyanın meyvələri tam yetişməmiş yığılır? Cavabı isə odur ki, deməli, məntiqlə düşünək də əvvəlcə. Lobya yetişəndə nə olur? Lobya necə bir bitkidir? Paxla meyvələrə aiddir və yetişdikdə öz toxumunu ətrafa yayır, açılaraq. Yəni ki, bu əgər tam yetişərsə, artıq qabığı açılacaq, hətta qabığı da həm də sərtləşəcək. Bunu da deyə bilərik ki, biz qabığı daha yumuşaq olanda yeyə bilirik axı lobyanı. Qabığı sərtləşəcək, açılacaq və ətrafa səpələnəcək. Beləliklə məhsul itkisi baş verəcək, yəni Y variantı. Meyvələrinin üzəri nazik qabıqla örtülmüşdür və şirəli ləti var. Bunu gilə meyvələri deyə bilərik. Məsələn, burada
Başqa baxaq bir dənə variantlara yenə. Xaşxaşda qutucuqda yerləşir. O da nazik qabıq sayılmır. Ona görə B variantını elə çıxırıq indidən. Sonra C-də fındıq, quş armudu, badımcan, göyəm yazılıb. Fındığın dedik ki, üzəri odunlaşmış meyvə yanlığı ilə örtülüb. Yəni bu da aid olmayacaq. Sonra alça günə baxanda dəricik şəklindədir meyvə yanlığı. Amma şirəli ləti yoxdur məsələn. Qaldı nə? A variantında qarğıdal da dəm meyvədir. O da bilirik ki, dəm meyvəlilər necə olur? Meyvə yanlığı toxumla bitişik olur və ayrılmırlar. Ona görə onda çıxırıq. Qalır ərik, pomidor, qarağat, üzüm, Y variantı. 25 gilə meyvələri olan bitkilər. Burada baxaq, badımcan, kartof, mayınca çiçəyi, pomidor aid olacaq. Məsələn, B variantında zeytunu görürük, bir toxumu var, elə buradan aid deyil. Məsələn, çaldı 25-ci, hə. C-də öz kitabımdan da baxıram. Telefona çox baxmamaq üçün. Ərik aid deyil, sonra kartof, badımcan, mayınca çiçək, qoz aid deyil. Qoz, fındıq, qoz, bunlar fındıq meyvələrə aiddir və o da bir toxumludur. Y variantda albalı, kartof, pomidor, şaftalı. Burada da albalı və şaftalı, məsələn, çəyirdək meyvəyə aiddir. Ona görə çıxa bilərəm. Cücərən zaman darı dənlərinin kütləsi 10 kilo olmuşdursa, onların kütləsi cücərməmişdən əvvəl bilirik ki, 1/4 qədər, darı 1/4 qədər alır. Yəni, buradan yazım. Deməli, x üstəgəl 1/4 x olub 10 kilo. O da eləyir neçə? 4-də tam x axı 4/4-dür. 4/4-ün üstə də 1/4 gələndə 4/5 eləyir. 4/5 x bərabərdir 10. X də buradan bərabərdir. 10 vur 4 böl 5. O da eləyir 8. Cücərən zaman qarğıdalı dənlərinin kütləsi 9 kilo. Deməli, qarğıdalıda nə qədər idi? Qarğıdalıda isə 2/1 qədər idi. Yəni ki, cücərən zaman cücərməmişdən əvvəli soruşur. Yenə x üstəgəl 2/1 x bərabərdir 9 kilodursa, deməli bu da 2-də 2 üstəgəl 2/1, 2-də 3 eləyəcək. X bərabərdir 9. X də bərabərdir buradan 9 vur 2 böl 3. Bu da eləyir 3 vur 2 6. Cavab B. 28. Nə soruşur? Çiçəkli bitkilərin toxumunda hansı hissələr mütləq olmalıdır? Bitkidə deməli ki, endosperm olmaya da bilər. Endosperm yəni inkişaf etməyə də bilər. O mənada deyirəm. Endosperm inkişaf etməyə bilər. Burada da ruşeyin və toxum qabığı. Ruşeyin və endosperm olan variantlar elə çıxanda qalır ruşeyin və toxum qabığı. Toxum qabığı mütləq olmalıdır. Ruşeyin də həmişə mütləq olmalıdır. 29-da isə çiçəkli bitkilərin əksəriyyətinin toxumlarında hansı hissə olmaya da bilər? Burada da bayaq da dedik ki, endosperm olmaya da bilər. Yalnız quru bir toxumlu meyvələr olur. Yalnız quru bir toxumlu meyvələr olur soruşurdu. 30-cu sualdayım da, hə. Badımcan çiçəklərdə və mürəkkəb çiçəklərdə. Mürəkkəb çiçəklərdə və badımcan çiçəklərdə, məsələn, mürəkkəb çiçəklərə deyərik ki, toxumca meyvə aiddir. Badımcan çiçəklərdə isə qutucuq meyvələrə rast gəldiyi üçün A variantını çıxaq. B-də də mürəkkəb çiçəklər və taxıllarda olar. Mürəkkəb çiçəklər toxumca meyvə, taxıllar dəm meyvə ola bilər. Sonra burada paxlallar var. Bilirik ki, paxlallarda paxla meyvə olur. O da çox toxumludur. Xaç çiçəklər də buynuz meyvə olur. Badımcan çiçəklərdə dedik, qutucuq meyvə. Lobya toxumunun cücərtisinin inkişafı zamanı hansı andan başlayaraq işığın olması vacibdir?
Artıq burada tumurcuq inkişaf edibsə, ondan yarpaqlar çıxıbsa, onda lazımdır. Gövdəciyi inkişaf etməyə başlayanda rüşeym gövdəciyi inkişaf etməyə. Rüşeym gövdəciyi ən sonda inkişaf edir və o yarpaqları yuxarı hissəyə qaldırır. Yəni bu işi gövdəcik gördüyü üçün böyük ehtimalla gövdəciyi burada seçə bilərik. Digər variantlara da baxın. Digər variantlarda məsələn Y variantında yazılıb ki, ləpələrdə ehtiyat qida maddələri qutaranda. Bu daha vacibdir ki, cücərtinin inkişafı zamanı ehtiyat qida maddəsi bitibsə, artıq daha vacibdir ki, orada işıq olsun. Ehtiyat qida maddəsi bitməyibsə, gövdəci inkişaf etsə, yarpaq yuxarı çıxsa belə, tutaq ki, deyirəm indi. Orada hələ lazım olmaya bilərdi. Yəni 2Y variantıdır. Sonra 32-ci suala baxaq. Noxud toxumunun cücərtisinin inkişafı zamanı hansı andan başlayaraq işığın olması vacibdir? Noxudda gövdəcik yaxşı inkişaf eləməyib. Lobyadan fərqi odur. Lobya toxumunda gövdəcik yaxşı inkişaf edir və onu yuxarı çıxarır. Noxudda isə inkişaf etmir və hər ikisində ehtiyat qida maddəsi ləpələrdə olur. Bunu da bilirik. Baxaq indi nə var? Rüşeym gövdəciyi inkişaf etməyə başlayanda var. Y variantında isə yenə ləpələr haqqındadır. Bayaq da gördük ki, bayaqki sualda da ləpələrdə ehtiyat qida maddələrinin bitib-bitməməsi daha önəmlidir burada. Yəni bundan asılıdır. Ona görə də 32-də də Y-də elə cavab. Gövdəcik inkişaf etsə də, etməsə də yarpaq yenə də yuxarı çıxacaq. Sadəcə burada fərq odur ki, birində ləpələr yuxarı çıxmır, birində ləpələr yuxarı çıxır. 33-də soğan toxumunun bastırılma dərinliyi adətən 1-2 sm olur. Əgər o daha dərinə əkilərsə, cücərti işığa çıxa bilməyəcək və məhv olacaq. Çünki toxum kiçikdir, onun cücərtisi də kiçik olur da və o kiçik cücərti yuxarı çıxa bilməyəcək. 34. Şəkildə verilmiş dən meyvənin hansı hissələri yalnız ananın irsi xüsusiyyətlərini daşıyır? Ananın irsi xüsusiyyətlərini daşıması üçün o endosperm və yaxud da rüşeym olmamalıdır. Çünki rüşeym yumurta hüceyrə və spermin birləşməsidir. Endosperm isə mərkəzi hüceyrə və spermin birləşməsidir. Deməli, burada bir dənə toxum qabığı olacaq ki, bunlardan ayrı, yəni yalnız bir Y variantı. Hansı çoxillik bitkilərin meyvəsi gilə meyvədir? Gilə meyvələrə baxaq, burada nə var? Üzüm var, inci çiçəyi var, C variantı olacaq. Digər variantlara da baxaq yenə də. Kələmdə buynuz meyvədir. Bunu gördüm, çıxdım. Dəvədabanı, zəncirotu. Dəvədabanlı zəncirotun hansı meyvə olduğunu görməmişəm hardasa, amma ki bilirik ki, yəni gilə meyvələrinin içərisində yoxdur. Sonra üzümün inci çiçəyi. Zəncirotu bu arada uçduğu üçün və ayrılmadığı üçün əslində birazcık da meyvəyə bənzəyir, amma yenə də yazılmadığı üçün deyə bilmərəm də, yəni. Sonra üzümün inci çiçəyinin gilə meyvədir dedik. Qarğıdalıda dən meyvədir, aid deyil. Çoban yastığı günə baxan. Günə baxanda toxumca meyvədir. Çoban yastığı elə yaxşı ki burada birlikdədir günə baxanla. O ola bilər ki çoban yastığında həm də zəncirotunda da toxumca meyvə olsun. Çünki mürəkkəb çiçəklilərdir hər ikisi. Ona görə deyə bilərəm ki, toxumca meyvə böyük ehtimal. 36. Hansı bitkilərin meyvəsi qutucuqdur? Qutucuq meyvələrə bənövşə pambıq baxan kimi görürük. O birisi variantlarda görək nəyə çıxarıq? Alma meyvələrə aiddir. Burada kələm qutucuq meyvə, inci çiçəyi gilə meyvə. Sonra biber qutucuq meyvədir və başqa nə var?
Armud, bat. Ha, biber qutucuq meyvədir deyirəm. Biber gilə meyvədir, qutucuq meyvə deyil. Badımcan, biber bunlar gilə meyvələrə aiddir. Mən deyəsən bayaq hansısa sualda dedim ki, səhvən badımcan çiçəklərə qutucuq meyvə demiş ola bilərəm. Onu da deyəndə sadəcə düşünəndə badımcan çiçəkləri düşünürəm ki, aiddir gilə meyvələrə. Deyəndə nədənsə elə deyirəm. Yəni gilə meyvəyə aiddir o da. Elə demişəmsə üzrlü sayın. Sonra armud, bat qutucuq meyvəyə aiddir, amma armud alma meyvəyə aiddir. Sonra yalançı meyvə adətən inkişaf edir. Yalançı meyvədə çiçək yatağı da dedik olur. Yəni ki, yumurtalıq və çiçək yatağı. Digər variantlarda yalnız toxumdan və meyvə yanlığından. Xeyr, burada çiçək yatağı da olmalıdır. Zoğdan, çiçək sapanı, tuncuq, yalnız yumurtalıq, deyil heç biri. 38. 5 rəqəmi ilə işarə edilmiş struktur haqqındakı fikirlərdən hansı doğrudur? Bu görürük ki, ləpə yarpaqlarıdır. Baxaq nə deyir? Əsas zoğ buradan yaranır. Xeyr. Ziqotdan başlanğıc götürülmüşdür. Ruşeymin bir hissəsi olduğu üçün ziqotdan başlanğıc götürmüşdür. Bu doğrudur. Əsas kök buradan yaranır. Əsas kök ruşeym kökçüyündən yaranır. Mərkəzi hüceyrə ilə spermin birləşməsindən yaranmışdı deyir. Mərkəzi hüceyrə və spermin birləşməsi bu endosperma aiddir. Yumurtacığın divarından yaranmışdı. O da toxum qabığına aiddir. Toxum qabığı da burada 4-dən işarə olunub, 5-dən yox. 40. Normal ontogenez zamanı bir evli bitki çox toxumlu meyvə əmələ gətirə bilərmi? Bir evli bitki çox toxumlu meyvə əmələ gətirə bilər əslində. Əgər onun çiçəklərində onda bilməz variantlarını, yenə də bütün variantlara da baxaq. Əgər onun çiçəklərində yumurtacığın sayı yumurtalığın sayından çox olarsa, yumurtacıq sayı çox olmalıdır ki, çox toxumlu olsun. Bu variant düz gəlir hələ ki, digərlərinə də baxaq. Əgər onun çiçəklərində 2 qat mayalanmada bilavasitə 4 hüceyrə iştirak edərsə, 2 qat mayalanmada 4 hüceyrə iştirak etməsinin heç bir əlaqəsi yoxdur ki, onda olacaq yoxsa olmayacaq. Yəni bir çiçəyində 4 dənə hüceyrə iştirak edibsə, onda azdır. Çünki hər yumurtacığın daxilində 4 dənə olsa, ona görə azdır. B-ni çıxırıq. Bilməz, çünki bir evli bitkilərdə həmişə yumurtacıqların sayı yumurtalıqların sayına bərabər olur. Belə bir şey yoxdur. Sonra bilməz, çünki bir evli bitkinin çiçəklərində 2 qat mayalanmada 3-dən artıq qamət iştirak etmir. Belə bir şey də heç harda yazılmayıb. Bilər, əgər tozlanma yalnız çarpaz gedərsə. Yəni bunun da bir fərqi yoxdur ki, o tozlanma çarpaz getdi, yoxsa necə getdi? Məsələn, nə deyə bilərik? Noxudda bilirik ki, öz-özünə baş verir də. Öz-özünə, noxud necədir? Öz-özünə tozlanan bitkilərdəndir. Və öz-özünə tozlandığı üçün də onun toxumu, çiçəyi heç açılmamış, onda artıq gedə bilir. Tozlanma gedə bilir. Yəni ki, bunun heç bir əlaqəsi yoxdur. O da paxla meyvəlidir, çox toxumludur. Onun çox toxumlu olub olmamasının heç bir əlaqəsi yoxdur. Beləliklə cavab oldu A variantı. Arada deyəsən bir sual qalıb, 39-cu sual. Quş əhbəyi toxumunun əsas kütləsini təşkil edir. Quş əhbəyi toxumunda quş əhbəyi bilirik ki, xaç çiçəklərə aiddir. Buradan onu təxmin edə bilərik. Xaç çiçəklərə aid olduğu üçün də onda hansı meyvə olacaq? Kələm kimidir də, yəni ki, buynuz meyvələrə aiddir. Buynuz meyvədə də pərdə ara kəsmə olurdu. B variantı. Mən qələmi götürüm, işarəliyim. 41. Sxemə əsaslanaraq yanlış ifadəni müəyyən edin. Toxumun 3N xromosom dəstinə malik hissəsi X bitkisinin toxumu 3N xromosom dəstinə malik hissəsi deyəndə endospermi nəzərdə tutur. Bunun yanına yazım indidən.
X bitkisinin toxumu A və B hissəyə ayrılır. Və bir dənə də endosperma ayrılır. Deməli, A və B-nin içərisində ruşemin hər hansı bir hissələri olacaq. Gəlin variantlara baxaq. Sonra isə burada deyəsən ox qoyulmayıb. A da ayrılır C, D, E, F hissələrinə. B toxumu xarici təsirlərdən qoruyur. Deməli ki, buna toxum qabığı desək, bu ruşeym olsa, bunlar da ruşeymin hissələri olacaq. Hə, bu düzdür. Endospermdəki qida maddələri B hissəsinə A hissəsi vasitəsilə keçir. Endospermdəki qida maddələri D hissəsinə A vasitəsilə keçir. Əlaqəsi yoxdur. Heç B hissəsinə niyə geçsin qida maddələri? Zigotdan başlanğıc alır F, düzdür, o ruşeymin hər hansı bir hissəsidir. Toxum C, D, E, F hissələri diploid xromosom təsirinə malikdir. Ruşeymin hissələri zigot olduğu üçün, bəli, zigotdan əmələ gəldiyi üçün diploid xromosom dəsti olur. C toxum qabığıdır. O da səhvdir ki, toxum qabığı B-dir. Qaldı B və Y variantı. B variantına bir də baxaq. Endospermdəki qida maddələri B hissəsinə A hissəsi vasitəsindən keçir. Endospermdəki qida maddələri ləpə yarpaqları vasitəsilə keçir ruşeymə. Ruşeym onu, yəni ruşeym kökçüyü, ruşeym gövdəciyi, ruşeym tumurcuğu bu hissələrə keçir. Ləpələr vasitəsilə belə bir şey yoxdur ki, toxum qabığının hardasa qidalanması yazılsın. Amma burada məcbur, yəni bunu da düz götürməliyik. Çünki C toxum qabığı heç deyil. Ona görə də Y-dir cavab. 42. Hansı sırada çiçəkli bitkilərin çiçəklərinin düşəcəyində yumurtacıqların sayının artması ardıcılığı düzgün verilmişdir. Qutucuq meyvədə ən çox olacaq. Ona görə məsələn burada nə var? Dəlibəngdə axıra qoysaq. Əvvələ bir dənə bir toxumları qoyaq, elə sırayla gedək. A-nı çıxırıq, çünki xaşxaş yazıb birinci. Xaşxaş da qutucuq meyvədir. B-də buğda ola bilər, buğda aiddir dən meyvəyə. C-də çəyirdək meyvədir, ərik aid ola bilər. Kartof aid değildi. Kartof gilə meyvə olmalıydı. Elə yadımda qalıb ki, kartofun meyvələri gilə meyvədir. Yəni ki, bir toxumlu deyil. Ona görə bunu da çıxaq. Günəbaxan, günəbaxan da aid ola bilər ki, onda da toxumca meyvədir. İndi keçirik ikincilərə. Xaşxaş, sonra yer fındığı yazıb. Fındıq meyvələrə aiddir. O da bir toxumludur. Bunu da çıxsaq. Dəlibəngdə də daha çox toxum olduğu üçün dəlibəng daha sonra gəlməlidir. Yəni Y variantındakı kimi. Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdı. Bu zaman mürəbbə əsl gilə meyvədən hazırlanmışdı. Hansı gilə meyvədən hazırlanmışdı? Burada moruq və ölçən bir mürəkkəb çəyirdək meyvəyə aiddir, gilə meyvəyə aid deyil. Və burada bir dənə üzüm gilə meyvəyə aiddir. 44-də isə bir sıra bitkilərin meyvəsindən yenə mürəbbə hazırlanmışdı. Hansı mürəbbə çəyirdək meyvədən hazırlanmışdı? Çəyirdək meyvə burada baxaq. Şaftalı var. C-ni götürə bilərik. Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdı. Hansı mürəbbə gilə meyvədən hazırlanmır? Üzüm, gavalı, qarağat, pomidor, badımcan. Bunların gavaldan başqa hamısı gilə meyvələrə aiddir. 46-da çəyirdək meyvənin hissələrinin xaricinin daxilə doğru düzgün ardıcılığını müəyyən edin. Meyvəyanlığının nazik qabığı olacaq ən xaricdə. Burada kənarda yazım 4 birinci. Sonra meyvəyanlığının şirəli ləti olacaq 3-cü. Ondan sonra deməli 4 3 oldu. Sonra gəlir xarici qat meyvəyanlığının qabığı idi. Orta qat lətli qatdır. Daxili qat daşlaşmış çəyirdəkdir. Yəni 5. Sonra toxum qabığı olacaq 6.
Toxum rüşeymi olacaq 7 və baxaq cavab hansıdır? 4, 3, 5, 6, 7 D variantı. 2 ləpəli olduğu üçün endosperm artıq burada qeyd etmədim. 47-yə baxaq. Çəyirdək meyvənin hissələrinin daxildən xaricə doğru düzgün ardıcıllığını müəyyən edin. Bu bayaqki sualın eynisidir deyəsən. Yenə də baxaq yaxşı. 4. Bayaqki sualda da xaricdən daxilə doğru deyirdi. Hə, indi daxildən xaricə doğru deyir. Onda suallara baxaq, bir də vaxt getməsin. Görüm eynidir hamısı. Deməli 4, 3, 5, 6, 7 demişdi. İndi tərsinə olacaq da 7, 6, 5, 3, 4. Yəni C variantı. 48. Çiçəyində yumurtacıqların sayı yumurtalıqların sayına bərabər olan bitki. Deməli ki, bu bir toxumlu bitki soruşur bizdən. A variantında inci çiçəyi aiddir, gilə meyvəyə çıxdım. B-də baxım, alma. Alma meyvə elə çox toxumlulara aiddir. Çox toxumlu şirəli meyvədir. Sonra ərik, şaftalı, xaşxaş. Xaşxaş bilirik ki, qutucuq meyvədir. O da çox toxumludur. Çovdar, qarğıdalı, ərik. Bu götürə bilərik. Hamısı bir toxumlara aiddir. Y-də isə xaşxaş var. Bunu çıxa bilərik. Laləni çıxa bilərik. Belə. Çiçəyində yumurtacıqların sayı yumurtalıqların sayına bərabər olmayan. İndi bizdən çox toxumlunu soruşur. Elə A variantında hamısı alma meyvədir, xaşxaşdır, lobiyadır. Hamısı çox toxumludur. B-də buğda var, dəm meyvədir. C-də də çovdar elə bir toxumludur. Sonra dəm meyvədir. Ərik, şaftalı, bunlar nədir? Çəyirdək meyvəlidir. Qarğıdalı, ərik. Burada da ərik yenə var. Gördüm mən birinci 12. Bir toxumludur. Elə qarğıdalının özü də bir toxumludur. Sonra 50-ci sual. Çiçəyində yumurtacıqlarla yumurtalıqların sayı bir-bir. Yenə bərabəri soruşur. Yəni bir toxumlu soruşur bizdən. Baxaq nələr çıxa bilərik. A variantında turpu görürəm. Turp nə idi? Turp, kələm, bunlar buynuz meyvələrə aiddir. Sonra C-də baxaq, noxud, paxla meyvəyə aiddir. Pomidor, gilə meyvəyə aiddir. D-də kartof, inci çiçəyi, gilə meyvə. Qaldı burada B variantı. Göy çiçək, vələmir və ərik. Göy çiçək mürəkkəb çiçəklərə aiddir. Mürəkkəb çiçəklər də bilirik ki, mürəkkəb çiçəklər də bilirik ki, toxumca meyvəyə aiddir. Sonra burada nə var? Ərik. Ərik çəyirdək meyvədir. Vələmir də dəm meyvə. 51. Euler-Venn diaqramına əsasən uyğun olaraq X-i müəyyən edin. Burada buynuz meyvə sol tərəfdədir, sağ tərəfdə isə paxla meyvə göstərilib. Taycıqların olması oxşar xüsusiyyətdə olar, biri götürə bilərik. Sonra toxumların taycıqdakı yuvalarda yerləşməsi, biri arakəsmədə yerləşir, biri yuvalarda yerləşir, yəni fərqlidir. Yuvalarda yerləşməsi deyirsə, bunu 2-ni bura götürə bilərik, elə belə də yazaq. Çox toxumlu quru meyvə olması hər ikisinə aiddir. Toxumların arakəsmədə yerləşməsi yalnız aiddir buynuz meyvəyə. Noxud və lobiya üçün səciyyəvidir. Paxla meyvə olur bunlar, yəni 5 bura aiddir. Sonra 6-da quş əhbəyi və kələm üçün, bu isə buynuz meyvədir. Bu da 6 xaç çiçəklərdə buynuz meyvə olur. Burada da bizdən ortanı soruşurdu. 1, 3. 52-də bitkilər verilib bizə. Qarğıdalı, noxud, darı, toxumların quru halda kütləsi və toxumların suyu udandan sonra kütləsi hər biri bir-birinə bərabər olub. Daha çox su udur. Daha çox su udur hansı? Noxud bilirik ki, öz kütləsi qədər udur. Daha çox su udur. Necə edeyim bunu? Daha çox su udur, noxud öz kütləsi qədər udur. Əgər bu digərlərinə bərabər olubsa, deməli ən az olan noxuduymuş. Yəni Y ən az. Sonra isə qarğıdalı 2/1 qədər udur. Və bu da ondan biraz çox olacaq kütləsi.
Ən az isə darı udurdu suyu 1/4 qədər. Deməli ki, onun da quru halda kütləsi ən çoxuymuş. Yəni Y kiçikdir, X kiçikdir, Z. O da hansı variantdadır? D variantı. Quru qarğıdalı dənlərinin kütləsi 5 kiloqram olmuşdursa, onların kütləsi düzələn zaman qarğıdalı bilirik ki, 2/1 qədər sudur. Əgər quru halda kütləsi 5-dirsə, 5 üstə gəl 2/1 vurulsun 5 olacaq. 5-in yarısı 2/5-dir də. 7/5. 54-də baxaq nə soruşur. Cədvələ əsasən A plus B plus C cəmini hesablayın deyir. Noxud qarğıdalı darıdır yenə. Cücərmiş toxumun kütləsi A-dır. Toxumun quru kütləsi 12-dir. Burada biz nə etməliyik? B və C-ni tapmalıyıq. B və C-də B toxumun quru kütləsi, qarğıdalının quru kütləsi B-dir. Darının cücərmiş toxumunun kütləsi isə C-dir. Biz burada deyəsən hamısını tapmalıyıq, yoxsa yox, necə tam anlamadım. Udulan su miqdarı, bir dəqiqə öz-özümə fikirləşim. Məsələn, onu fikirləşirdim ki, görürsən birincidə bu ortanı tapmağının bir mənası olacaqmı? Olmayacaq. Çünki sadəcə birinci hissə bizə ona görə lazımdır ki, birinci sıra A-nı tapaq oradan. İkinci sıra ona görə lazımdır ki, B-ni tapaq. Üçüncü sıra isə C-ni tapmaq üçün lazımdır. İndi noxudda öz kütləsi qədər udurdu. Toxumun quru kütləsi 12-dirsə, cücərmiş toxum 24 olacaq. 12 üstə gəl 12 eləyir 24. A-nı tapdım 24. 2A onda olacaq 48. Bura 48'dir. İndi 48 udulan suyun miqdarıdır. Hansı bitki də qarğıdalıdır. Qarğıdalı öz yarısı qədər udurdu. Deməli ki, bunun özü 48-in 2 qatı qədər imiş toxumun quru kütləsi. Yəni o da eləyir 48 2-yə vuranda 96. 96. Sonra B-ni də tapdım 96. A üstə gəl B-ni buradan tapaq. 24-ün üstə 96 gələndə eləyir 110, 120. 120 deməli A üstə gəl B-dir. Toxumun quru kütləsi darıda 120-dirsə, cücərmiş toxumun kütləsi nə qədər olar? Deməli, bu 1/4 qədər su udacağı üçün 120-ni 4 yerə böləndə eləyir 30. Yəni ki, 30 qədər su udanda da 120 üstə 30 gələndə eləyəcək 150. C-ni də tapdım 150. İndi A üstə gəl, B üstə gəl, C-ni tapsam 24-ün üstə 96 gəlmişdim bayaq elə 120. 120-nin də üstə 150 gələcəm. Eləyəcək 270. Cavab oldu 270. 55-də bitki toxumlarında hərəsindən bir toxum olmaqla ləpə saylarının cəmini tapın. Buğdada bir ləpə olur, bir ləpələrə aiddir. Kartofda 2 ləpə, dağ laləsində isə zambaq kimlərə aiddir? Onlar da bir ləpələrə aiddir. Beləliklə 1 üstə gəl, 2 üstə gəl, 1 də eləyir 4. 56-ya baxaq. Bitkilərin toxumlarındakı ləpələrin sayının cəmini soruşur yenə. Kələm 2 ləpəlilərə aiddir, xaç çiçəklərə aiddir, o da 2 ləpəlilərdəndir. Badımcan, deməli badımcan çiçəkləri də 2 ləpəlidir, qarğıdalı isə 1 ləpəlilərə aiddir. Taxıllardan, yəni 2 üstə gəl, 2 üstə gəl, 1 də yenə eləyir 5. Bayaq deyəsən 4 idi, indi 5 oldu. Qaldı buradan sonuncu sual. Biraz böyüdüm. Sxemin tamamlanması üçün lazım olan meyvə növlərini yuxarıdan aşağıya doğru ardıcıllığını müəyyən edin. Toxumları taycıqlardakı yuvalarda yerləşir. Bu aiddir paxla meyvəyə. Yəni 3 oldu birinci hissədə. Sonra toxumlar ara kəsmənin üzərində yerləşir. Bu buynuz meyvəyə aiddir. 5. Toxumlar yetişdikdən sonra dəliklərdən və ya yarıqlardan tökülür. Bu da qutucuq meyvə deyə bilərik ki, dəliklərdən və ya yarıqlardan tökülə bilər. Ona qutucuq meyvə də neçədədir? 1-dədir. Sonra meyvə yanlığı toxumla bitişmir. Daxili qatı dəricik formasındadır. Bu toxumca meyvəyə aiddir. Sonra meyvə yanlığı pərdə şəkilli olub, toxum qabığına bitişir. Meyvə yanlığı pərdə şəkillidir və toxum qabığına bitişir. O da aiddir dən meyvəyə. Dən meyvəni də gətirib buraya yazaq. Sonra isə meyvə yanlığı çox bərk və odunlaşmış olur. Bir toxumludur.
Bu da məsələn fındıq meyvəni deyə bilərik burayla. Beləliklə sıralama oldu 3, 5, 1, 4, 2, 6. Bu sual deyəsən 57-ci sualdır bu. Hə, 57-cidir. Cavabını yazım. 3, 5, 1, 4, 2, 6. Deməli, bu mövzu da burada bitdi. Gələn videoda digər mövzunu paylaşacağım. Baxın, bu neçə sualdır? 25 sualdır. Daha qısadır. Bu video biraz uzun oldu çünkü həm sualların bəziləri düşündürücüydü, həm istəyirəm bütün variantlara baxaq ki, təkrar olsun. Və yaxud da sualda səhvlik ola bilər. Səhvlik varsa da ona görə kimsə ağlına takılıb, ağlına qalıbsa ki, görəsən bu belədir yoxsa yox, onun cavabını tapmış olsun. Sizə kömək oluramsa sevinirəm. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.